Azərbaycanda noyabrın 3-dən 6-nadək ümumdünya Yəhudi rabinlərinin toplantısı keçiriləcək. Azərbaycan xalqının başına nə iş açıblar ki, bir zamanlar xalq arasında biri digərini təhqir etmək istəyəndə ona ya Yevrey deyirdi, ya Cuhud deyirdi, ya da Erməni deyirdilər. Bir zamanlar xalq arasında biri digərinə Cuhud deyəndə pis adam, bic, oğru və murdar insan nəzərdə tutulurdu. İndi isə bu murdar insanlar, oğru, bic, pis adamlar Azərbaycan xalqına dost kimi tanıtılır. Türkiyə əsasən Azərbaycan xalqı bunlarla dost ola bilməz. Birincisi budur ki, Cuhudlar müsəlmanların və bütün insanlığın düşmənidir. İkinci isə dinimiz bizə göstəriş verir ki, Yahudilərlə dostluq etməyək. Üçüncüsü isə Azərbaycan mentalitetində murdar insanlara, biclərə, oğrulara yer yoxdur. Dördüncü isə bunların özlərinin əqidəsi budur ki, Yahudilərdən başqa bütün insanlar insan şəklində yaradılmış heyvandılar ki, Yahudilərə xidmət etsinlər. Bir xalqın əqidəsi ki, digərlərini kölə gözündə görür, necə ola bilər ki, başqalarını özünə dost bilsin? Bunlar bu əqidələrini Azərbaycan xalqına da şamil edirlər. Azərbaycan xalqını kölə gözündə görürlər, şikar gözündə görürlər, xidmətçi gözündə görürlər. Və Azərbaycana dost cibində gəlməklərinin də səbəbi budur ki, Azərbaycan xalqını özlərinə kölə etsinlər.